Çempionlar Liqasındakı möhtəşəm oyunu ilə adı dillər əzbəri olan Qarabağ qana susamış Atletik Bilbao'ya qarşı. Qarabağ üzərində qələbə qazanmaq, play-offa düşmək üçün Bilbao'nun son şansıdır. Birinci, Bilbao'nun güclü tərəflərindən danışaq. Atletikin amansız pressing taktikası var. Bu epizoda gördüyünüz kimi Rayo Vallecano'nun oyuncusu arxası meydana, üzü öz qapısına topu qəbul edir və əlbəttə ki, bu da yüksək xəttlə pressing edən komanda üçün bir növ çörəkdir. Burada deməli mərkəz hücumçusu Iñaki Williams soldadır və sol canaha çəkilərək top alır. Ardından Berenguer cərimə meydançasına girərək pas atır və mərkəz hücumçusunun yerinə Oyhan Sanchez, yəni nominal 10 nömrə girir və həmin bax dediyimiz 11 metrlik zonaya əks cinah vingeri olan Navarro girir. Lakin bu həmişə uğursuzluğa uğramır. Gəlin məsələn son qələbə maçında Mallorca'ya qarşı sağ cinah vingeri olan Rego'nun qoluna baxaq. Yenə də əks cinah vingeri hücumçu mövqeyinə girərək bu dəfə işi uğurlu şəkildə bitirir. Mikel Yareguzar double pivotlardan biridir. Hansı ki, əsasən hücuma qoşulur. Uzaqdan zərbələrlə Qarabağı cəzalandırmağa cəhd edə bilər və adamın uzaqdan zərbələri fenomenaldır. Gəlin baxın birinci bu mövsümdən olan bir qoluna baxaq. Ötən mövsümün ən gözəl qollarından biri olan Manchester United'ə Old Traffordda vurduğu qola baxaq. İndi isə Bilbao'nun zəif tərəfləri. Gördüyünüz kimi 2 sürətli hərəkətlə Atletik Bilbao'nun 3-4-ü darmadağın olunur və son 3-ünü də əlbəttə ki, bir hərəkətlə Martinelli özünə ram edir. Digər epizod komandanın cinah müdafiəçiləri yerinə qayıda bilmir və cinahda sayazlığına düşmək sayəsində komanda öz qapısından qol buraxır. Sonuncu olaraq Borussia Dortmundun ilk qolu. Burada 2 element bir-birinin üstünə düşdü. Birinci olaraq top yuxarıda itirildi və komanda sürətli əks hücumda tutuldu. Vivian'ın qəribə özəlliyi var ki, adam rəqiblə təkbətək qaldıqda çox tez panikaya düşür və çox axmaq səhvlər edir. Valencia ilə maç ikinci hissənin ortasıdır, oyun 0-0-dır və birdən Vivian görür ki, rəqib hücumçu ilə təkbətəkdir. Baxın, belə bir qayda pozuntusuna yol verir. Cərimə meydançasına keçən bir pası əlbəttə ki, Højlund tamamlayacaq, amma Højlundun qabağını kəsmək üçün yenə də panika düşür Vivian, yenə də son ümid fol edir və yenə də vardan qırmızı kart alır. Bu epizodda isə Vivian yenə də görür ki, axırıncı adamdır müdafiədə. Topa necə gəldi gedir, sadəcə topa ayağı düşür. Çünki əgər ayağı topa oyunçuya dəysəydi, bu dəfə varsız o qırmızı alacaq, çünki iki ayaqla getmişdi. Yəni Qarabağ Vivian'ı sürətli əks hücumda sınaya bilər və adam inanılmaz şəkildə özünü göstərir ki, mən harda səhvlər edib panikaya düşə bilərəm. Atletik Bilbao Qarabağ oyununun detallı video analizini izləmək üçün YouTube kanalımıza keçid edə bilərsiniz.